ağız boşluğunun gigiyenasına nəzarət etmələrinə və özlərinə qulluq etməyin vərdişini aşılaya bilmişik bu bir il müddətində. Və bu son bir il ərzindəki nəticələrimizə baxanda görürük ki, pasiyent artımı var. Artıq yəni xəstələr bizə müraciət etdiyində əvvəl gördüyümüz mənzərəni görə bilmirik, daha yaxşı mənzərəni görürük. Çünki biz əvvəl gələndə xəstələrin hamısında demək olar ki, kariesin ağırlaşmaları ilə rastlaşırdıq. Tam dişsiz vəziyyətdə uşaqları gətirdilər yanımıza. Xanımlar var idi ki, uzun illər diş ağrılarından şikayətləri olubdur, sadəcə olaraq müraciət edə bilməyiblər. Bu bir il ərzində bizim işimizin sayəsində, əlbəttə ki, Medsun klinikasının xidmətləri sayəsində də onları biz ora cəlb edə bilmişik. İnsanlar özlərinə artıq diqqət ayırmağa başlayıblar, ağız boşluqlarının sağlamlığına. Bizim daxili orqanlarımızda baş verə biləcək bütün xəstəliklərin ilkin giriş qapısı bizim ağız boşluğumuzdur.